Balaxanı Qum hamamı 14-cü əsrə aid tarix memarlıq abidəsidir. Bu tip hamamlar Abşeron ərazisində geniş yayılmış. 17-ci, 18-ci və 19-cu əsrlərdə Abşeron yarımadasının müxtəlif hissələrində Balaxanı Qum hamamının memarlığını xatırladan hamam binaları tikilmişdi. Ümumilikdə hamam binası bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Birinci hissə əsas girişdir. Buradan dəhliz soyunma, paltar saxlama və hamam geyimi otaqlarına aparır. İkinci hissə isti və soyuq su hovuzları ilə təchiz olunmuş böyük çimmə zalıdır. Bu zala yanlardan müxtəlif fərdi proseslər üçün nəzərdə tutulmuş kiçik otaqlar da birləşir. Birinci və ikinci hissənin planının əsasını qeyri-bərabər tərəflərə malik 8 güşəli iri zallar təşkil edir. 8 güşəli zalın böyük tərəflərinə birləşən otaqlar mərkəzi zalla bir növ vəhdət təşkil edir. 8 güşəlinin kiçik tərəflərindən açılan qapılar hamam binasının müxtəlif otaqlarına aparır. Çimmə zalının mərkəzində hovuzlar yerləşir. Tikilinin bu hissəsi fənərli günbəzlə örtülmüşdür. Künclərdəki otaqlar kvadrat və düzbucaqlı formalara malikdir. Künc otaqların üstü çatma tağla örtülmüşdür. Bu otaqların divarlarında çimən şəxsin əşyalarını saxlaması üçün nəzərdə tutulmuş kiçik nişlər də vardı.